Salam, hər vaxtınız xeyir. Ədəbiyyat suallarının izahına baxırıq. Deməli, 25-i olan sınağın izahıdır. Uyğunluğu müəyyən edin. Qış dolaşır şəhərdə, səs-səmirsiz yağır qar. Qışın dolaşması metafor. Anamın saçları təşbeh, ağarmışdır yağışlar. Salon səssiz, salondakı adamlar metonimiya, bir hal aldı hərəkətdən əsər yoxdur. Deməli, burada olacaqdır metafor 1-ə, bir də dedik təşbeh 1-ə adi olacaq. Salon səssiz metonimiya 1-ə adi, 2-yə CD variantı. Cümləni tamamlaya bilməyən fikirləri müəyyən edin. Xəqani Şirvani Gənclərə Nəsihət əsərində nadanların tərifinə aldanmamağa çağırış motivi vardır. Bu doğru fikirdir. Deməli, yazmıram, bilməyən isti. Nadan tərifinə aldanmayasan deyirdi. Doğma yurdun gözəlliklərinə məhəbbət hissi aşılan, doğma yurdun gözəlliklərinə yox idi. Fitnəkarlıq, hiylə, oğurluqdan uzaq olmağa çağırış var idi. Səbr etməklə xoşbəxtliyə çatmaq, burada səbr etməkdən danışmırdı. Keçmiş hökmdarların eybini gənclərə ibrət, keçmiş hökmdarlardan danışmırdı. Cavab Y. Cəlil Məmmədquluzadənin Anamın kitabı əsərində Zəhrabayım ananın narahat edən əsas övladların təhsilinin faydasızlığı, qızının ərə verilməməsi. Bəli, qızının ərə verilməməsi ananı narahat edirdi ki, deyir artıq onun evlənmə yaşı çatıb. Çobanların acınacaqlı vəziyyəti ananı narahat etmirdi. Oğlanların arasında birliyin olmaması narahat edirdi. Cəmiyyət xeyriyyənin icrasında qalmaqallı mübahisələr ananı narahat etmirdi. Deməli, burada olar övladların təhsillərinin faydasızlığı götürməzdim. 2-4 olar burada. O sadəcə övladlarının arasında birliyin olmaması ananı narahat edirdi. Uyğunluğu müəyyən edin. Heydər Babaya salam qızılgül olmayaydı. Hecə vəznində dörtlük bətlər şəklindədir. Heydər Babaya salam beşlikdir. Qızılgül olmayı da sərbəstdir. Ümumiyyətlə, deməli, orada bənd yoxdur. A variantını silirəm. İstedadlı yaradıcı insanlar işgəncələrə məruz qalması nəzərə çarpdırır. Biz bunu Heydər Babaya, qızılgül olmayı da Mikail Müşfiqə yaza bilərik. Əsər şairin xalqına və vətəninə sonuncu sevgisi bədi ifadəsi, xalqına, vətəninə, Heydər Babaya salama yaza bilərik. Təbiət lövhələri, xalq həyatının ayrı-ayrı məqamlarına xüsusi yer verilməsi, Heydər Babaya salama yaza bilərik. Müəllif səmimi etiraf, özünü məzəmmətlər edirdi. Qızılgül olmayaydı da 1 C, D, B, Y, C variantı olar burada da. Krılovun ağac əsərinə əsasən klasteri tamamlaya bilməz istəyir. Əsərin ideyasına müəyyənləşməsinə kömək edir ilan obrazı. Bu doğru fikirdir, doğru yazmalıyıq. Ağacı məzəmmət eləyirdi. Ağacın səhvinin nədən ibarət olduğunu izah edir, doğrudur. Ağacın başına gələnləri bilir, düzdür. Ağacın təklikdə mövcud ola bilməyəcəyini, bəli, bunu deyir də, deyirsən təklikdə mövcud ola bilməyəsən, o bir ağaclar sənə dayaq idi. Müəllifin fikirlərinin ifadəsi, bəli, ağacın etdiklərinə haqq qazandırmır, axı əslində o ağacı qınayır. Bunu məntiqi cəhətdən də yaza bilərdiniz ki, o ağacı qınayır. Belə baxanda ideyanı müəyyənləşdirirdi. Ağac gərək əsərini biləsiniz ki, yazasınız. İbrahimovun Azad əsəri ilə bağlı səhv fikri istəyir sizdən. Azad dərzi dükana gələndə Fərdaya oradaca maddi yardım edir. Orada eləmir, gələndən sonra edirdi. Əsərdəki hadisələr bir çox 2-ci Dünya müharibəsi dövrünə təsadüf edir. Doğru götürə bilərikmi? Səhvləri istəyir bizdən. Biri götürdüm. Firavan həyatının maddi rifahın təmin olunması fikri əsərin əsas ideyasıdır. Əsər Cənubi Azərbaycan baş verən hadisələr qələmə almışdı. Bu doğru fikirdir. 4-ləri silirəm. 4 doğrudur. Neçəni götürdüm? 1-i götürdüm. Fərdə Ərbabın uşağının döyməsi onun ailəsində. Ərbabın uşağının döyməsi burada deyildi. Gələcək gün romanındaydı. 5 də yanlışdır. Səhvi istəyir də məndən. Səhvi istəyirsə, deməli 5-i də götürürəm. Sonra 1, 5, bir də neçəni götürürəm? Firavan həyatı, maddi rifahın təmin olunması fikrin əsas ideyası yox. Burada Cənubdan danışırdı. Azadlığa qalxması, dil məsələlərinin qaldırılması, 2-ci Dünya müharibəsi düz idi, D variantı olar. Sabirin Əkinçi əsərlə bağlı uyğun fikirləri istəyir. Əkinçi ilə bağlı doğru fikirlər haqqını tələb etməkdə acizlik nümayiş etdirirdi. Bəli, deyə bilərik də, borcunu ödəyə bilməsə də qürurlu davran, qürurlu obraz deyildi, gəlib ağlayırdı. Mülkədar tərəfindən alçaldılması mübarizə əzmini qıra bilmir. Mübariz obraz deyildi axı Əkinçi. Deməli, 2-3 variantlarını mən yanlış götürərdim, 1-i götürdüm. Əkinçinin hüquqsuz olduğunu dərk edir və onu ədaləti bərpa etmək üçün mübarizəyə təmin. Mülkədar pis obrazı idi, səhvdir bu. Özünə öyərək üstün olduğunu vurğulayır. Bu doğru fikir idi. Bir də qəddarlığı ilə seçilsə də bəzi məqamlarda güzəştə getməyə hazırdır. Deyir, yəni güzəştə getmirdi. Deyir, gözündən də çıxarsan, gözünün deşiyindən də çıxarsan, qaytar ver də. D variantı olar burada. Dəli ki romanına baxırıq. Uyğunluğu müəyyən edin. Çar hökumətinin yerli məmurlara lazım idi. Bəli, Qori müəllimlər seminarisi müsəlman şöbəsi açılır. Bunu doğru götürə bilərəm. Aleksey Osipoviç illər öncə Əhmədin təhsil aldığı məktəbdə işləmişdi. Əhmədin təhsil aldığı məktəbdə deyə bilmərəm. Əhməd gecə gələn qonağın Aleksey Osipoviç olduğunu anlayır. Bu doğru fikirdir. Deməli, Əhmədin təhsil aldığı məktəb yox. Əhməd onun Əşrəfin məktublarından tanımışdı. Şamxal güləsəri qaçırır. Doğrudur. Candır Şamxalın bir hərəkətinə bərk əsəbləşir. Bu da doğrudur. Aleksey Osipoviç müsəlman şöbəsinin açılması məsələsini irəli sürür. Aleksey Osipoviç sürmürdü. O Dimitri sürürdü. O biri
Qori Seminarist Pedaqoji Şurası mübahisə yaranır. Deməli, bu sürmürdü də. Cahandar ağanın ot tayasına od vurulur. Nökərlər Allah yarı ələ keçirir. Allah yar qaçırdı, qurtarırdı canını. Deməli, burada 4-5-ləri silsəm 1, 3 olar burada cavabımız 1-3. Sonra İlyas Əfəndiyevin Xurşudvanın Natəvan əsərlə bağlı el-evren diaqramındakı fikirləri müəyyən edin. Seyid Hüseynlə Muradalı. Məclis Ünsi həqiqi azadlığın mahiyyətindən söhbət açır. Məclis Ünsi həqiqi azadlıq Seyid Hüseyndir. Atası Xalça Çarxanasında fəaliyyət edir, onu oxutmuşdur. Seyid Hüseynə aid idi. Şahzadəni öldürmək üçün təminə və kör çalğısı əlbir hərəkət edir. Bu Muradalıya aid idi. Seyid Hüseynə aid deyildi. Cənubi Azərbaycanda didərgin düşür. Hər ikisi didərgin düşür. Natəvan açdığı məktəbdə müəllimlik edirdi Seyid Hüseyn, amma Muradalıya yazılıb deyə yanlışdır. Atası ərbabı öldürdükdən sonra Şimali Azərbaycana pənah gətirir. Atası ərbabı öldürdükdən sonra Şimali Azərbaycana pənah gətirən obraz. Demək, burada neçə götürürəm? 1, 2, 4. Ərbabı öldürməsi Muradalının atası öldürürdü. C variantı. Rəsul Rızanın Çınar ömrü əsərlə bağlı yanlış fikri sizdən istəyir. Çınarın ölümü insanların qəlbində təəssüf və yanğı qoyurdu. Bu doğrudur. Bir doğrudur deyə silirəm. İnsanlara ekoloji problemlərin həllinə səslə. Ekoloji problem var idi burada. Ekoloji yox idi. Şərəfli bir ömür kimi dəyərləndirir. Düzdür. Yanlışı istəyir məndən. İnsan həyatının mənası haqqında şairin düşüncələrini meydan açır. Onun əzəmətli paxıllıq edənləri sevindirir. Əzəmətinə paxıllıq edənlər yox idi. 2-5 olar burada cavabım. Nəsiminin və Füzulinin sığmazamla məni candan usandırdı. Maddi mənəvi aləmin insanın birləşdiyi fikri vurğulanır. Bu sığmazama aid olar. Rədif işlənməmişdir. Sığmazamda rədif var idi. Məni candan usandırdı da rədif yox idi. Lirik qəhrəman dilindən söylənilir. Hər ikisi lirik qəhrəman dilindən idi. Süjetli lirika heç bir süjet yox idi. Əriz vəzinə yazılmışdı. Hər ikisi də. 1-ə C, Y, A, B variantı uyğun olar. Sonra şeir parçasında düzgün fikirləri istəyir. Parça əsərin proloqu saymaq olar. Şallaqla güldürüldü, hıçqırıqlı bir də, yuyuldu divarlar sıçramış qan ləkəsi, vay səsə susturuldu, əmr edildi toy səsi. Digər sözü metonimiyadır. Burada deyirik, hıçqırıqlı bir diyar. Diyar, yəni oradakı adamları nəzərdə tutur deyə metonimiya götürə bilərəm. Səsli qız poemasındandır. Düzdür. 3 olmayanları ümumiyyətlə çıxıram variantlarımdan. Bədii təzaddan istifadə edilmişdir. Bax, burada vay səsi, toy səsi. Bu təzaddır. Bunu da götürə bilərəm. Hökmdarın öz xalqına divan tutması. Bəli, divan tuturdu da. Bəhs edilir. Bu da düzdür. 2, 3, 4 daha uyğundur. Parçanın proloqu saymaq olar. Bəli, əsərin giriş hissəsi deyə bilərik biz o hissəyə. Cədvəldə Hüseyn Cavidin İblis əsərlə bağlı ətrafındakıların Arifə münasibəti. Arifin bu sual var idi dimin içərisində. İbn Yəmin Arifin ona əngəl ola biləcəyindən narahat olur. İbn Yəmin Arifin ona əngəl ola biləcəyini, bu doğrudur. İxtiyar şeyx mənəvi sarsıntıdan qurtulması üçün onun qayğısına qalır. Arifin qayğısına qalır. Baxaq, Vasif onun müharibə haqqında fikirlərini istehza ilə yanaşır. Vasif yox. İbn Yəmin istehza ilə yanaşırdı. 3 səhvdir. Biri də götürdüm. Arifin digər nəyin bahasına olursa olsun Rənaya qovuşmaq istəyir. 4 düzdür. İlk görüşdə İbn Yəminə zidd mövqedə olduğu hiss olunur. Bəli, 5 də düzdür. Xavəri öldürdüyü üçün vicdan əzabətəci ixtiyar şeyxdən bağışlanmasını rica edir. Belə bir şey yox idi. Bir A variantı. Zakirin Turnalı əsərlə bağlı doğru fikirdir. Vətən həsrəti, qəriblik kimi hisslərlə yanaşı ictimai mətləblərdə əksini tapır. Bu doğrudur. Zülm, zorakılıq bunlar da yox idi. Baxmıram suala, amma mənə yaxın gəldi. Haqverdiyevin Bomba hekayəsinin baş qəhrəmanı Kərbəlayı Zalı xüsusiyyət dövlət qulluğunda qalmaq üçün əlindən gələn etməyə çalışır. Düzdür. Hətta şər atır. Usta Feyzullah ədavəti yox idi bunun. 2 yanlışdır. 2-ləri sildim. Biri də götürdüm. Xalqın fayda vermək üçün yox, pul, miras üçün çalışırdı. Sonda zavallıya çevri qulluqdan xaric edilir. 4 düzdür. Pristavın ondan narazı olduğunu biləndə təşvişə düşür. Bəli, təşvişə düşür. Gedir yazıq Usta Feyzullah şər atır. Arvadın təşkilə qulaq asır və dükanda açmır.